Salam əziz şagirdlər, mən bugün sizə Dövlət İmtahan Mərkəzinin apellyasiya müraciətləri necə olur, onun izahını verəcəm. Əvvəlcə DİM səhifəsinə axtarış veririk və sonra aşağıda DİM apellyasiya yazılıb və ora daxil oluruq. Bura daxil olduqda biz görərsiniz ki, burada iki başlıq görürük. Çünki hal-hazırda Dövlət Sərhəd Xidmətində apellyasiya müraciəti gedir. Daha doğrusu nəticələri apellyasiya müraciəti gedir. Bir də buraxılış imtahanı 2 martda keçirilir. Biz buna görə 2 martda olan buraxılış imtahanına daxil oluruq. Və burada görərsiniz ki, sizə şagirdin iş nömrəsi və bir də aşağıda şəxsiyyət vəsiqəsini qeyd eləmək lazımdır. Və biz indi bura şagirdin iş nömrəsinə daxil edirik. Və iş nömrəsini daxil edildikdən sonra aşağıda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazırıq və bunu da deyim ki, AA ilə daxilləməlisiniz və daha sonra səhifəyə daxil oluruq. Səhifəyə daxil olduqdan sonra, yəni özünüz görərsiniz ki, orada şagird haqqında məlumatlar verilib. Yəni onun şəxsiyyət vəsiqəsi, imtahana yəni daxil olduğu gün, tarix bunlar. Və orada əlavə qeydlər istəsəz yazmaq, biz bura e-mail və bir də ki, mobil nömrəsi yazmalıyıq. Yuxarıda qeyd edilən mobil nömrəsi yerinə mobil nömrəsini və e-mail olan hissəyə isə e-maili və yaxud da ev telefonunu qeyd eləməlisiniz. Biz indi bunları daxil edirik, yəni e-mail və mobil telefonu daxil edirik. Biz şagird haqqında Gmail və bir də ki, nömrəni daxil elədikdən sonra, daha sonra baxırıq aşağı hissələrə. Görürsünüz ki, burada ümumi qeyd yazılıb. Yəni, ümumi qeyddə nə qeydiniz varsa qeyd eləyə bilərsiniz. Dinləməklə bağlısa onu qeyd eləyə bilərsiniz. Və bizə lazımdır aşağıda yazı işlərinin həlli ilə bağlı. Ona görə biz əvvəlcə şagirdin, yəni problemli olduğu suala baxırıq. Biz baxırıq imtahan nəticəsinə keçid. Şagird ingilis dili fənnindən vərəqəyə baxaq bir dəqiqə. 28-ci sualda problem var və şagirdin fikrincə burada ona ən azından bir əmsal verilməli idi. Çünki bir dənə i hərfini burada səhv yazıb. Ona görə bizim sualımız 28-ci sualla bağlıdır və yenidən biz səhifəyə daxil oluruq. Əvvəlki səhifəyə qaydırıq və aşağıda yazılı cavabların səhvən başqa tapşırıq üçün ayrılmış yer yazılması ilə bağlı, yazı işinin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Və biz bunu yazıb, bura 28 kimi qeyd edirik sualın nömrəsini. 28. Və içəridə, yəni istəsək qeyd eləyə bilərik. Məsəl üçün, biz sualın şərtini burada yəni istəsək qeyd eləyə bilərik. Mən burada yazdım. 28-ci sualda Trupiya cavabına meyara görə bir əmsal verilməlidir. Yəni, bu formada yazdıqdan sonra digər tərəfə baxırıq. Yəni, bunu artıq biz yaddaşa qeyd eləməliyik və yaddaşa qeyd elədik. Fikir verin, 28 nömrə tapşırıqla müraciətinizi ərizəyə əlavə olundu. Və burada bağla düyməsini basırıq və daha sonra, əgər bizim əlavə sualımız varsa, yəni apellyasiya müraciətimiz varsa qeyd eləyirik, yoxdursa biz qeyd eləmirik. Və burada fikir versək, şəklin aşağısında yadda saxla düyməsi var. Ora qayıdım. Və yadda saxla düyməsini basırıq və məlumatlar yadda saxlanıldı. Bağla düyməsini basdıqdan sonra bizim artıq bütün müraciətimiz hazır olduğuna görə biz artıq qeydiyyata al düyməsini basırıq. O da şəklin aşağısındadır, yəni diqqətləsəz oradadır və orada qeyd edib həmin nömrəyə SMS göndəriləcək və bir sualla biz apellyasiya müraciət edirik və bundan sonra təsdiq et düyməmizi basırıq. Artıq yazıb ərizəniz təsdiq olundu. Yəni, şagirdin artıq müraciəti təsdiq olunub. Və sonra bağla düyməsini basırıq. Bu da şagirdin Dövlət İmtahan Mərkəzinə olan apellyasiya müraciəti. Sağ olun, növbəti video izahlarda görüşənədək.